Dəyərli izləyicilər, yenidən söhbət var. Söhbətimiz isə Almaniyanın Lippstadt şəhərində yerləşən Alfighters Akademiyada olacaq. Rəhbəri isə Azərbaycanlı Almaniyada yaşayan gənc idmançı Eltaç Hümbədovla. Biz də komandamızla gəldik, kameramızı qurduq, elə isə başlayırıq açıq və səmimi söhbətə. Eltaç, mən bildiyimə görə sən Azərbaycanda Kyokushinkai karate milli yığmasının üzvü olmusan və uzun illər Azərbaycan bayrağını dalğalandırmısan. Bəs Almaniyada İdman Akademiyası açmaq fikri səndə necə yarandı? Bu, əvvəlki arzun idi, yoxsa Almaniyada gördüyün bir boşluq idi? Belə deyək, yəni bu işi başlatmamışdan əvvəl bununla bağlı böyük bir plan qurulmamışdı. Ümumiyyətlə, məni tanıyan insanlar bilir ki, mən plan qurmağı sevən birisi deyiləm. Mənim, yəni, ümumiyyətlə, həyat hekayəmin bütün uğurlarının başında duran ilk bir nöqtə var, bu da riskdir. Mən ümumiyyətlə risk etməyi sevən birisiyəm, həyatda da bu belədir, istər idman, istər sosial həyatda risk eləmək mənim üçün ən böyük başlanğıcların ilk uğurlu hissəsidir. Və buna əlaqə olaraq mən Azərbaycanda döyüşdüyüm illər ərzində eyni zamanda bir klubun da rəhbəri idim. Bu klubun yaradıcısı, qurucusu mənim atam şəxsi məşqçi Mədalət Hümbədov olmuşdu. Elə mən öz idman karyeramı və hətta deyərdim ki, ilk zərbə atdığım günlərimi öz atamın nəzarəti altında yaşamışam. Mənim şəxsi məşqçi Mədalət Hümbədov mənə bu yolda doğru irəliləməyi, doğru addımlamağı göstərən ilk şəxs olub. Və Almaniyaya köçmə adlı bir plan da yox idi. Bu, həyatın bir gedişidir. Hər kəsin bir seçimi olur həyatda. Bu da mənim bir seçimim idi. Və Almaniyada da bu klubu yaratmaqda məqsədimiz Azərbaycanlı yeniyetmələrin, Azərbaycanlı gənclərin, hansı ki Almaniyada yaşayırlar, bu yolda dəstəkləmək və düzgün yol göstərmək olmuşdu. İlk tələbəm Azərbaycanlı olub, Abbaszadə Rəvan. Bugünkü gündə də hələ də birlikdə məşq edirik, birlikdə beynəlxalq və milli arenalarda, yəni Almaniya daxili və Almaniya xarici arenalarda iştirak edirik. Çox uğurlu bir idmançıdır, hal-hazırda mənim ən fəxr olunası tələbələrimdən biridir. Alman sistemi ilə böyüyən uşaqlarla işləmək Azərbaycanlı mentalitetindən nə ilə fərqlənir? Yəni, deyək, Alman mədəniyyəti ilə böyüyən uşaqlarla işləmək və Azərbaycan mədəniyyəti ilə böyüyən uşaqlarla işləmək. Bunlar arasında hansı çətinliklə qarşılaşmısan? Alman mentaliteti ilə böyüyən Azərbaycanlı uşaqlardan söhbət gedir, yoxsa Almanlardan? Bunu əslində iki başlı sual kimi qəbul edə bilərik. Alman mədəniyyətindən böyüyən Azərbaycanlıları da nəzərdə tuta bilərik və yaxud da Almanları da nəzərdə tuta bilərik. Ümumiyyətlə, Almaniyada istər idman sahəsində olsun, istər təhsil sahəsində olsun, uşaqlarla işləmək böyük bir məsuliyyət tələb edir. Təbii ki, bu ümumiyyətlə dünyanın hər yerində belədir. Çünki bir valideyn sənin yanına bir uşağı gətirəndə o səndən müəyyən bir şeyi gözləyir. Çünki heç bir valideyn uşağını zaman itkisi olaraq və yaxud da onun zamanını hər hansı bir əyləncəyə sərf eləməsindən ötürü bir idman növünə yazdırmır və yaxud da bir idman növünə yönləndirmir. Mən belə başa düşürəm ki, əsasən də döyüş növlərində valideynlər övladlarını idman növünə və yaxud da döyüş növünə yazdırdığı zaman müəllim olaraq səndən böyük bir gözləntisi olur ki, təbii ki, bu Almaniyada biraz daha çətindir. Çünki Azərbaycanda bizim böyüdüyümüz mühit, ümumiyyətlə bizim gördüyümüz tərbiyə tamamilə başqadır. Mən demirəm, buradakı uşaqlar tərbiyəsizdir, xeyr. Buradakı uşaqların da mədəniyyəti çox yüksək bir səviyyədədir. Sadəcə olaraq burada belə bir şey var. Yəni, uşaqlara böyük, necə deyim, sərt ola bilmirsən. Yəni, böyük bir baskı göstərə bilmirsən. Çünki əks halda valideynlər düşünür ki, bu insan aqresivdir, bu insana güvənə bilmərik və yaxud da uşaq gedib eyni o məşqdə baş verən şeyi məktəbdə danışarsa, burada Jugendamt deyilən bir idarə var. Hətta onlar belə sənə gəlib müəyyən dərəcədə bir təzyiq göstərə bilərlər. Ona görə də düşünürəm ki, Almaniyada işləmək daha çətindir. O
eynən başa düşürəm, Jugendamt gəlir, uşaqlarla maraqlanır və daha sonra sizi özəl yoxlamadan keçirdilər. Bəli. Bu sizin karyeranız üçün də çətin ola bilər. Bəs mənim üçün maraqlı olan bir situasiya var. Almaniyada iş adamı yorur, yoxsa dokument məsələsi? O dokument məsələsi biraz qərəz məsələdir də. Ümumiyyətlə, bir insan işi sevməlidir. Fərqi yoxdur. İşindən asılı olmayaraq, sahəsindən asılı olmayaraq, əgər bir insan bir işə sevgi ilə yanaşırsa, o işdə qazanılacaq müvəffəqiyyətlər, qazanılacaq uğurlar danılmazdır. Və bunu yaşadıqca görürsən. Ancaq Almaniyada işlərin də yəni, müəyyən bir qismi var ki, hansı ki, ən çətin bölümüdür. Bu, sənəd-sünəd məsələləridir. Yəni, burada dokument məsələləri çox ciddidir. Yəni, idmançı olaraq hansı səviyyədə olduğundan və yaxud da məşqçi olaraq hansı səviyyədə olduğundan asılı olmayaraq, əgər sənəd məsələlərində müəyyən bir səhvi buraxarsansa, karyeran da sonlanar, fəaliyyətin də sonlanar. Yəni, belə deyək də, maddi baxımdan deyərsək, həyatın da sonlanar. Ona görə düşünürəm ki, dokument məsələləri daha çətindir. Və Avropaya köçmək istəyən, idman akademiyası açmaq istəyən bu şəxslər də məncə Eltac Ümbətovun sözlərindən necə deyərlər, bir örnək alar. Yəni, Almaniyada iş çətin deyil, dokumentasiya çətindir. Deməli, Eltac, verilişimizə başlamadan öncə və 2 gün, 3 gün öncə sosial mediada belə bir informasiya paylaşmışdıq ki, verilişimizin birinci qonağı Eltac Ümbətov olacaq. Yəni, izləyicilərimizin hansı sualları varsa, sosial media üzərindən bizə ünvanlasınlar. 4-5 dənə belə bir sualımız var. Mən sənin üçün xüsusi rubrika hazırlamışıq. Sosial media rubrikası. Əgər icazə versən bu sualları səndən bölüşəcəm. Deməli, xanım tamaşaçımız yazıb ki, bir məşqçi və idmançı olaraq öz məğlubiyyətlərinlə necə barışırsan? Həyat davam edir. Yəni, məğlubiyyət də, qalibiyyət də hamısı Allahdandır. Ona görə də düşünürəm ki, məğlubiyyəti qəbul edib, məğlubiyyətlə barışıb gələcəkdəki qalibiyyətlər üçün sağlam prosedur keçmək lazımdır. Yəni, sağlam məşq prosesi keçmək lazımdır ki, gələcəkdəki məğlubiyyətlərin azalsın. Necə deyərlər, hər uğursuzluq bir praktikadır. Yəni, gənclərimiz əslində idman sahəsini seçəndə uğursuzluqla da əlbəttə ki, qarşılaşır və uğursuzluqla qarşılaşmalısan ki, uğuru əldə eləyəsən. Amma əfsuslar olsun ki, bu dəqiqə gənclərin %90-ı sosial mediada elə uğursuzluğun arxasıca gedir. TikTokda və sosial mediada canlı açıb hədiyyə uğrunda mübarizə aparır və pis vərdişlərə yiyələnir. Ondansa gəlin elə idman sahəsindən məşğul olun. İstər Azərbaycanda, istər başqa Avropa ölkələrində və yaxud da başqa ölkələrdə. Yəni, sosial mediadan daha yaxşıdır idman sahəsində xərclənilən vəziyyət, vaxt və qazanılan uğur, həmçinin də qazanılan məğlubiyyət. Keçirik növbəti sualımıza. Anonim gələn belə bir sual var. Deyir ki, biraz sərt səslənir. Deyir ki, 1 il idmana getdim, yalandan pul xərclədim, ortalıqda heç nə yox, nə pul qazana bildim, nə də düz ağlı başda özümü müdafiə etməyi bacarıram. Deyəsən, idmanı reklam edən müəllimlər özü daha çox pul qazanmaq üçün edir. 1 il, sən qardaş niyə 1 il gözləyirdin ki, 6 ay bəs eləyir də, yəni, ümumiyyətlə 3, 4, 5 ay baxırsan, gördün pul qazana bilmirsənsə 6 ay bəs eləyir ki, yəni, görəsən ki, bu işdə pul var, yoxsa yoxdur. Allah köməyin olsun. 1 illə cəmaat addım atmaq öyrənə bilmirsən, 1 illə nə pul qazanmaq istəyirdin? Allah evretkisin. Yəni, investitorlar belə 1 ilə qoyduğu pulun 2 qatını ala bilmir də. Sən 1 ilə nə gözləyirsənsə artıq. Və bu qardaşın yazdığı suala da bir komentar bildirilib aşağıda. Onu da məhz bölüşmək istərdik ki, Samir adlı bir şəxs yazıb ki, qardaş, 1 ilə xərclədiyim pulların dərdinə yanırsansa, Xırdalandan Sumqayıta qədər hər sabah qarşı o sənin üçün bir idmandır deyə yazıb. Yəni, bu həqiqətən sənin verdiyin suala daha yaxşı bir cavab ola bilərdi. Deməli, əgər sıfırdan başlamaq kimi bir seçiminiz olsaydı, yenə idmanı seçərdiniz, yoxsa başqa bir sənət? Sıfırdan başlamaq kimi bir şansım olsaydı, yenə də idmanı seçərdim.
İdman sahəsində səni motivasiya edən nədir və yaxud da kimlərdir? İdman sayəsində motivasiya, yəni bu həqiqətən çox keçidli bir sualdır. Yəni bu motivasiya bölümünə gələndə, ümumiyyətlə o sevinc bölümünə gələndə insan, yəni mənim şəxsən gözümün qabağından çox şeylər keçir. Əvvəl özüm döyüşdüyüm zamanlarda, belə deyək də, özüm döyüşdüyüm illərdə məni motivasiya edən bir çox şeylər var idi ki, bundan da birisi öz uğurlarım idi. Yəni hər uğur qazandığımda daha da çox motivasiya əldə edirdim, daha da çox çalışmağa qərar verirdim. Ancaq bu illərdə, ümumiyyətlə uşaqlıqdan ağlımda qalan bir şey var ki, valideynlər həmişə deyirdi insanlara, müəyyən bir səhvlər eləyirdi və yaxud da hər hansı bir lazımsız bir hərəkətimiz olanda valideynlər bir təpki göstərəndə biz deyirdik ki, ay ata sən bilmirsən və yaxud da ay ana sən bilmirsən. Eynən. Onlar da baxırdılar, deyirdilər ki, valideyn olarsan görərsən və yaxud da valideyn olarsan bizi başa düşərsən. Bunu valideyn olduqdan sonra təbii ki, o şeyləri də başa düşdük, amma bir əlaqə olaraq da eyni şeyi belə əlaqələndirirəm. Yəni mən döyüşdüyüm illərdə müəllimlərin sevincini o qədər də başa düşə bilmirdim ki, yəni biz döyüşürük, müəllimimiz bu qədər sevinir biz udanda və yaxud da qarşımızda döyüşən idmançılar, yəni qalib gələndə müəllimləri bu qədər sevinirdi, bu qədər həyəcan keçirdirdi. Dediyim kimi, mən illər boyunca həm məşqçi, həm də döyüşçü kimi fəaliyyət göstərmişəm, ancaq artıq son illərdə sadəcə olaraq məşqçi kimi fəaliyyət göstərirəm və özüm artıq o şəxsən o döyüş meydanından uzaq olduğuma görə tələbələrimin qazandığı uğurları daha da çox hiss eləməyə başlamışam. Yəni o tələbələrin qazandığı uğurları daha da çox hiss eləməyə başlamışam və məni hal-hazırda idmanda güclü motivasiyaya gətirən şeylərdən biri və birincisi deyərdim ki, tələbələrimin qazandığı uğurlardır. Bəli. Eltac, elə bir məqam olubmu ki, məsəl üçün, indi bəzi müəllimlər, bəzi məşqçilər özlərinə deyir ki, mən özümə rəqib bilmirəm də, mən onsuz da o qədər döyüşmüşəm, uğur qazanmışam, indi bu dəqiqə müəlliməm. Amma bəzi müəllimlər olur ki, deyir ki, məsəl üçün, bu uşaq biraz çalışsa, öz üstünə düşsə, məndən də üstün olacaq. Elə bir situasiya olubmu ki, öz tələbələrinə baxmışsan, demirsən ki, və yaxud da tələbəvə baxmışsan, demirsən ki, bu uşaq çalışsa məndən daha güclü olacaq və yaxud da bu uşaq məndən daha da güclüdür. Çünki özün artıq döyüşçü deyil, məşqçi kimi fəaliyyət göstərirsən. Təbii ki, bu, belə deyək, burada ümumiyyətlə idmançının inkişafında onun təlim məşq prosesi çox böyük bir rol oynayır. Mən belə deyim, mən öz müəllimlərimlə razıyam. Yəni, mən bugünkü gündə 3 qat Avropa çempionuyam. Avropa çempionatlarında çempionluqdan da əlavə 6 dəfə nəticə vermişəm. Beynəlxalq dərəcəli idmançıyam, beynəlxalq yarışların qalibiyəm. Yəni, bir çox uğurların, belə deyim də, imzasını atmışam. Ancaq hal-hazırda yəni gördüyümüz odur ki, bizim yəni hal-hazırda mənim yanımda məşq edən idmançılar gənclərimizin potensialı böyükdür. Yəni onlar biraz məşq eləyərsə, yəni biraz məşq eləyərsə dediyim biraz yüngül səslənir. Yəni lazım olan formada davam elətdirərsə bu yolu, düşünürəm ki, məndən daha da uğurlu olarlar. Çox sağ ol ki, bizim suallarımızı cavablandırdın. Həmçinin də tamaşaçılarımızın suallarını cavablandırdın. Almaniyada yaşayan Azərbaycanlı, Almaniyada Azərbaycan bayrağını dalğalandıran bir idmançı, öz akademiyasına sahib olan bir məşqçi olaraq gənclərimizə, tamaşaçılarımıza nə demək istərdin? İlk öncə mən də sənə öz təşəkkürümü bildirirəm ki, zamanını ayırdın, gəldin. Suallarıma görə təşəkkür edirəm. Tamaşaçılara da verdikləri, izləyicilərə də yazdıqları suallar üçün təşəkkür edirəm. Ümid edirəm ki, verdiyim cavablar sizi qane etdi. Təbii ki, gənclərimizə bir idmançı kimi məsləhət görə biləcəyimiz bir neçə faktorlar var. Sosial şəbəkələrdən biraz uzaq otursunlar. Ən önəmlisi pis vərdişlərdən uzaq olsunlar, siqaretdən uzaq olsunlar, narkotikdən uzaq olsunlar.
və dost seçəndə öz dostlarını Hətta təbii ki, bəli, ən önəmli faktorlardan birisi dost seçimidir. Dost seçimi çox önəmlidir və insanın həyatında qazandığı uğurlarda çox böyük rol oynayır. Məsləhət görürəm ki, dost seçəndə də öz dostlarını düzgün seçsinlər.